Salam müəllimlər. Burada 25 dənə idiom var. 25 idiomun izahını verəcəm. Daha sonra da atalar sözlərinin izahını verəcəm, proverblərin. Yəni mən %100 əminəm ki, dəqiq idiomlar bunlardan düşəcək. Başqa bir şeydən düşəcəyinə də inanmıram. %100 bunlardan düşəcək. Çünki keçən ildə belə düşmüşdü. Deməli müəllimlər baxın, burada deyir fish out of water. Yəni bunu sırf dəqiq tərcümə eləsə, yəni bilirik ki, sudan çıxmış, out of nəyisə çölü deməkdir də, sudan çıxmış balıq deməkdir. İndi gəlin məntiqlə bunu çevirək məntiqədə. Yəni atalar sözləri də idiomlarda hər dəqiq mənasında olmur ki, məsələn mən demişdim ki, daldan atılan daş topuğa dəyər. Bu o demək deyir ki, kimisə dalından daş atırıq, o topuğuna dəyər. Bunu yəni atalar məsələdir də, bu da ingilislərdə bu məsələdir. Yəni sudan çıxmış balığa dönmək necə bir şeydir? Narahat olmaq, rahat olmaq demək deyir ki, kimisə pis bir hala düşür, deyirlər sudan çıxmış balıq kimisən, yəni pis vəziyyətə düşmüsən. Bunu daha çox türklər deyir. Yəni burada narahat, uncomfortable situasiyada olan, yerdə olan kiminsə üçün deyirlər. Yəni B variantı. Sudan çıxmış balıq ölər də, düz deyil. Sudan çıxmış balıq çabalayar suya girmək üçün, narahat olar. Ona görə də rahat comfortable sözü ola bilməz. Öz yaşayış yerini tərk edən balıqdan ümumiyyətlə söhbət getmir. Ümumiyyətlə balıqdan söhbət getmir. Burada yəni dəqiq mənada bu balıq demək necə ki o daldan atılan daş topuğa dəyər deyəndə orada nə daşı nəzərdə tutmur, nə topuğu. O sadəcə bir fikirdir, atalar sözüdür və yaxud da tək əldən səs çıxmaz deyəndə ondan danışmır ki, əlimizdən tək səs çıxmır. Və yaxud bir əldə iki qarpız tutmaq olmaz deyəndə həqiqətən burada əl ya da qarpızdan söhbət getmir ki. Yəni bir neçə işi eyni anda eləməməkdən söhbət gedir. Bu da eyni şeydir. Yəni fiş olanları çıxın, rahat situasiya yox, narahat, gərgin situasiyadan söhbət gedir. Butterfly in your stomach türklərin sözü var. Midəmdə kələkbəklər uçuşuyor, o deməkdir. Mədəmdə kələkbəklər uçuşur, yəni belə yaxşı mənada nervous, yəni gərgin, belə həyəcanlı mənasında. Rahat deyil, ümidsiz deyil, xəstə deyil, ac deyil. Mədəsində kəpənəklərin uçuşmağı, onun yaxşı mənada həyəcanlanmağı, biraz gərilməyə deməkdir. Məsələn, imtihana girəndə o kompüter açılana qədər insan evi qarnında bir şeylər sıxışır, yəni uçur elə bir insanın bir qəribə bir şeylər yaşayır, o həyəcanla, həm o qorxu qarışıq həyəcan olur da içində. Bax, odur butterflies in your stomach. Üçdə deyir ki, yaxşı şeylər gələr o insanlara ki, yəni deyir ki, kimlər ki gözləyər, yaxşı şeylər onların başına gələr. Yəni səbr edən dərviş muradına ərmiş türklərin sözü var, onun kimi. Yəni bu sırf patient, yəni səbr sözü ilə əlaqədardır deyə D variantı. Yaxşı şeylər deyir, gözləyənlərin başına gəlir. Yəni, səbirlə gözləyirsən və ona çatırsan. Bu səbirlə əlaqədardır. 4də a piece of cake, bunu həmişə deyirəm, bizdə deyirik, halva deyir. Bu testdə nə var ki, etməyə halvadır ki, uşaqlar da deyir. Yəni, çox asandır, çox asan mənasında. Yəni, very easy, extremely easy. Yəni, easy sözün gördüyünüz a piece of cake-lə, yəni bir dilim tort. Bir dilim tort, bu həqiqi tortdan söhbət gedmir ki, nəyinsə çox asan olmağı deməkdir. Rain on somebody's parade, yəni kiminsə paradına, parad nə deməkdir? Elə bir şənlik, parad. Kiminsə paradına yağış yağır. Sizcə bu zaman nə olur? O parad korlanır, məhv olur, düzdür? Bu həqiqətən də parad keçirilib ona yağış yağması demək deyil ki. Bu o deməkdir ki, kiminsə nəyisə korlanılır. Korlanılır. Yəni bir şeyin üstünə yağış yağıldı. Belə yadınızda saxlayın ki, korlanıldı. 6-da Mr. Boat nə deməkdir? Dəqiq mənada qatarı qaçırtmaq, gəmini qaçırtmaq. Qayığı daha doğrusu qaçırtmaq. Qayığı buraxdımsa, əldən verdimsə, demək ki, nəyəsə too late, gecikdim mən, gecikdim. Səyahətdən söhbət getmir. Getting an opportunity əksinə şansı əldə etməkdir. Şansı əldə etmirəm, artıq qaçırtmışam. Nəqliyyatdan, yaxud da qayıqdan qətiyyən söhbət getmir. Heç vaxt bunlar o dəqiq mənanı vermir. Həmişə məcazi mənalardır. Yəni, qatar getdi, bizə deyirik, o qatar getdi, o da keçdi. Yəni, gecdə də artıq o qatar getdi. Olan oldu, keçən getdi. Yəni, gecikmisən o mənada. Davam eləyək. Davam eləyək 7-dən. Deməli, yenə də burada, baxaq 7-ci suala. 7-də deyir ki, vaxt uçur, lap dəqiq tərcümə eləyin əvvəl. When you are having fun, sən əylənəndə. Əylənəndə vaxt uçur demək, o deməkdir ki, müəllimlər. Yəni, A variantında deyir ki, saatın dayanır, nə bilim, sən hiss eləmirsən, qol saatının dayanmasından söhbət getmir. Sən sıxılanda
bilmirsən saatı, yox, əksinə əylənəndə, yəni vaxt o zaman uçur ki, sən əylənirsən. Yəni elə bir o maraqlı ortamdasan, vaxt orada heç bilmirsən. Saat 1 hasan 5 oldu məsələn, ayrılmaq vaxtı nə vaxt gəlib çıxdı. Burada konkret dostlarla vaxt keçirməkdən danışmır və yaxud partidə vaxt keçirməkdən danışmır. Cavab E variantıdır. Sən hiss eləmirsən nə qədər vaxtın keçdiyin, əyləncəli olanda. Sırf o elə it is fun sözü burada E variantındadır. Cost an arm and a leg o deməkdir ki, yəni türklər deyir bunu kolunu da bacağını da kaptırdın. Yəni bir şey o qədər baha aldın ki, bir dənə o qaldı ki, qolundan qıçın getməsin. Yəni bir dənə özün qaldın da əlində olan hər şeyi verdin. Çox ucuz demək deyil, əsəbi basa-bas ağır demək deyil. Sırf qolunu bacağını kaptırmaq, türklərin sözü ilə desək, bir şeyə çox bahalı almaq deməkdir. Make a long story short demək, yəni hekayəni xülasələşdirmək deməkdir. Biz də deyirik qısalsın deyə, qısalt, nə isə qısalt. Bu C variantındadır. Kiminsə həyatından danışmaq deyil, uzun uzadı duration, yəni duraksayaraq danışmaq, yəni yavaş-yavaş, sükunətlə uzun hekayə danışmaq, mürəkkəb hekayə danışmaq yox. Da nə isə qısaltmaq, xülasələşdirmək deməkdir. On the ball sözü topun üstündə. Topun üstündə nə deməkdir? Yaxşı bir şeydir də, düzdür? Topun üstündə olmaq yaxşı bir şeydir. Yəni zirvənin üstündə belə düşünün. Zirvənin üstündə olmaq, yəni yaxşı bir iş etmək deməkdir. Bu cür yadda saxlayın. Ev tapşırığını itirməklə ya da dərsə gecikməklə, tənbəlləşməklə, diqqətsiz olmaqla, yəni negativ bir şeymiş kimi götürməyin. Negativ verənlərin hamısını çıxanda cavabınızda pozitiv olan məna qalır. 11-də isə deyir ki, bir şeyi yenidən deyə bilərsən. Bu sual cümləsi deyil ha. Can you say that again? Yenidən deyə bilərsən. Sual vermir. Sadəcə deyir ki, you can say that again. Hə, eyni şey deyirik. Elə bil sən də yenidən deyirsən. Yəni sən də elə bil məndən eyni şey deyirsən də. Agree strongly. Yəni kəskin şəkildə səndən razıyam. Yəni mən deyəni deyirsən. Sual vermir. You can say, sən deyə bilərsən demir. Deyir sən deyə bilirsən. Again, yenidən. Yəni elə bil mən deyəni sən də yenidən deyirsən. Eyni şey deyirsən. Biz deyirik məsələn, ay fikri məndən aldın. Elə mən deyəcəydim onu, sən dedin. Yəni o qədər dəqiq səndən razıyam ki, eyni şey deyəcəkdik. Burada isə bunu da demişdik, sənin ideyunda, sənin elə təxminində elə mənki kimidir. Yəni nə mənkindən artıqdır, nə mənkindən əksidir. Yəni heç birimizin ideyası yoxdur. Elə eyni şeyi deyirik. Sənki də mənimki kimidir, ideyamız yoxdur. Yəni mənim ideyam yoxdur. Üzr istəyirəm. Sənin təxminin nədirsə, mənimki də odur. Yəni mənim ideyam yoxdur. Tutaq ki, bir məsələ olub, biri o barədə fikrini bildirir. Deyir, sən nə düşünürsən? Mən də elə mən də sənin kimi. Sən necə, mən də elə. Yəni mənim bir ideyam özümə aid yoxdur. Sən necə, mən də elə. Sənin dediyini düşünürəm. Özümün yəni ideyası olmamaq deməkdir də, düzdür bu. Mən özüm başqa bir fikir irəli sürə bilmirəm. 13-də isə a blessing in disgust. Disgust ümumiyyətlə pis bir şeydir. Yəni ikrah doğuran bir şeydir. Həmin o ikrah doğuran o pisliyin, mənfiliyin içində blessing, yəni yaxşı bir xeyir bir şeydir də blessing. Elə bir şərin içində xeyir var. Deyirik biz hər şərdə bir xeyir var. Yəni əslində şər kimi görünən bir şeylərdə bir xeyir var. Tutaq ki, məsəl üçün evdən çıxırıq, maşın xarab olur, başlayırıq danışmağa ki, vay maşın xarab oldu, bizim bəxtimiz yoxdur, nə bilim nə. Bəlkə də gedəcəkdik. Yəni həmin vaxt maşın qəzaya uğrayacaqdı, nəsə olacaqdı, pis bədbəxt. Amma biz bunu bilmirik. Yəni hər şər kimi görünən şeydə əslində yaxşı bir şey var. Baxın A variantına. İlk başda pis kimi görünən bir şey əslində yaxşı bir şeydir. Yəni hər şərdə bir xeyir var məsələsi. B-də deyir pis gün bizi gözləyir, əlaqəsi yoxdur. Digərlərinə də baxaq. Görə digərində nə deyir? 13-ün digərində deyir ki, C-də A-nın əksini verir. Deyir ki, pis. Bir dənə burada rutkiyə girək. Baxın, burada deyir ki, ilk başda yaxşı görünən şeydə pis şeyin olması. Xeyr, əksinə. İlk başda pis görünən bir şey yaxşıdır. Yaxşıdır əslində. Hər şərdə bir xeyir var məsələsidir. Hər şey yaxşı olacaq, yaxşı gün bizi gözləyir. Yəni bunların əlaqəsi yoxdur. Break a leg uğurlar deməkdir. Yəni türklər də deyir şeytanın bacağını qır. Yəni həqiqətən qıçı qırmaq mənasında deyil ki bu. Uğurlar kiməsə şans diləməkdir. 15 dənə izah edəcəm. Mənimlə gələn səfər ardın. Easy does it isə bir şeyi boş ver. Yəni sakitləş, boş ver. Yəni bir şeyi daha da sürətləndir, asanlaşdır, ignor elə, səhv elə demək deyil. Slow down, sakitləş. Məsələn, kimsə əsəbi deyirsən, take it easy, easy does it, boş ver onu, yaxşı, sakit ol, calm down, slow down. Yəni bunlar hamısı eyni mənaya gəlirlər. Belə. Flinders. Necə? Nə?